Yerli istehsalımızın daha bir uğuru, Turan 1 avtomatı. Turan 1 avtomat silahı Azərbaycanın müdafiə sənayesində mühüm yeniliklərdən biri olaraq yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal edilib. Bu silah ilk dəfə ADEX 2024 5-ci yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisində təqdim olunub. Çəkisi 3,6 kiloqram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 güllədir. Silah sınaq testlərindən uğurla keçib. Turan 1 silahı təkcə texniki xüsusiyyətləri ilə deyil, həm də dizaynı və adının verdiyi mesajla diqqət çəkir. Xarici görünüşünə görə müasir hücum tüfənginə bənzəsə də, unikal dizaynı və ergonomik xüsusiyyətləri ilə fərqlənir. Qara və boz çalarlarda hazırlanmış bu silah, kompakt quruluşu, döyüş şəraitində rahat istifadəsi və yüksək dayanıqlığı ilə seçilir. Turan 1 həm yaxın, həm də orta məsafəli döyüşlər üçün nəzərdə tutulub və Azərbaycanın milli silah istehsalında yeni mərhələ kimi dəyərləndirilir.